Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə Abbasqulova Bakıxanovun 6-cı sinif ədəbiyyat dərsliyinə yeni əlavə olunan Qurd və İlbiz əsəri haqqında danışacağıq. Deməli, ilkin olaraq deyək ki, əsər məsnəvi şəklində qələmə alınıb. Baxın, nagahan, durmadan, dəydi, çəkdi, qədər, nəzər. Deməli, məsnəvi formasında təmsil janrındadır. İndi biz əsərin məzmununa baxaq və ondan sonra ideyanın da çıxarılmasına baxarıq. Deyir ki, bir almanın içində bir qurd vardı, nagahan, külək qopdu, ağac silkələndi durmadan. Bir almanın içərisində bir qurd yaşayırdı. Birdən-birə güclü külək əsdi və ağac silkələndi. Külək əsdi qopdu, yəni birdən-birə oldu bu hadisələr. Yəni biz burada belə deyə bilərik ki, hadisənin başlanması külək həm təbii hadisə, həm də həyatın sınaqları kimi başa düşülə bilər. Yəni həyatda bəzən gözlənilmədən çətinliklərin yaranması var da. Yəni buradakı külək həm konkret, həm də mücərrəd bir anlayış kimi başa düşür. Alma qopub budaqdan düşərək yerə dəydi. Qurd da düşüb qorxuya əvvəlcə nalə çəkdi. Yəni belə deyək ki, qurd artıq bundan qorxdu da, alma qopdu, dəyəndən sonra insanın təhlükə qarşısındakı ilk reaksiyasıdır. Yəni o qorxur, çünki vəziyyət anlamır, amma bu həm də özünü təhlükəsiz bilənin birə-birə sıralanmasını göstərir ki, yəni budur da məsələ. Sonra gördü sağ qalmış, sakitləşdi bir qədər, ahəstə çölə çıxıb saldı ətrafa nəzər. Yəni insan bəzən təhlükədən sağ çıxanda dərs almır. Əksinə özünü daha üstün hesab etməyə başlayır. Halbuki bu şükür eləməlidir ki, mən bundan salamat çıxdım. Yəni qurd burada başa düşür ki, sağ qalıb, qorxusu keçəndən sonra alma qabığını deşib çölə çıxır və başlayır. Qamətini qaldırıb dedi, mənəm qəhrəman, zəhər yetirməz mənə, nə bilir külək, tufan. Aha. Yəni qurd lovğalanır və özünü qəhrəman adlandırır. Deyir ki, nə külək, nə tufan mənə zərər yetirə bilməz də, heç biri. Yəni biz burada təkəbbürün başlanğıcı. Qurd elə düşünür ki, sağ qalmaq onun gücündədir. Halbuki bu təsadüf və yəni taleyin bir mərhəməti də buna gəlibdir. Bizim bala qurdcığaz hey döşünə döyürdü, qabil şəxsiyyət kimi hey özünü öyürdü. Yəni qurd sinəsinə döyür, özünü qəhrəman kimi göstərir, təkəbbürü ilə öyünür də. Biz görürük ki, burada bunun öz öyünməsi var. Bu özünü bəyənən, amma boş insana məxsus bir xüsusiyyətdir də. Bəzən kiçik uğuru böyük qəhrəmanlıq kimi təqdim edənlər var. Biz bunu həyatımızda da görürük ki, ən kiçik və yaxud da heç bir uğuru yoxdur, amma müəyyən bir təsadüfün nəticəsində olanı böyük bir uğur kimi özündə göstərir. Deyirdi, çox gərəkli, varlığam ki belə mən. Allah məni qurtardı, qəbir üçün ölümdən. Aha. Və burada qurd deyir ki, mən çox vacib varlığam. Allah məni qorudu, ölümə qoymadı. Qurd özünü ilahi əhəmiyyət daşıyan bir varlıqsa, yəni lovğa və şükürdən uzaq bir haldadır. Halbuki Allahın mərhəməti təvazükarcasına şükür etmək lazımdır. Özünü tərifləməklə deyil. Qurda yaxın bir ilbiz sıxılıb daxmasına, ətrafı seyr edirdi, qurd onun baxmasına. Aha. Deməli, artıq burada ilbiz gəldi. Yaxınlıqda bir ilbiz var idi, o öz evinin, yəni içində idi, o qınına sığışır axı. Ətrafda sakitcə bu hadisələri izləyirdi. İlbiz təvazükar, səbir və ehtiyatla davranandır. Qurd isə lovğa, özündən razıdır. Müəllif əslində bu iki obrazı bir-birindən qarşılaşdırır. Nəzər salıb fəxr ilə bağırdı, ey bura bax, gör mən necə qoçağam, o biraz da qalxaraq. Burada qurd fəxrlə başlayır ki, bax mən necə igidəm, mən daha nələrə eləyə bilərəm də. Yəni qurd burada təkəbbürü o qədər gəldir ki, öz təhlükəsini görmür. Bu özünü çox bəyənən, reallıqdan uzaq insanların ümləşmiş bir obrazdır. Alma üstə dikəldi, dedi minarəyəm mən. Yaxın gəl, ta sayəmdə qorunmasan küləkdən. Qurd özünü minarə adlandır. İlbizə deyir ki, yaxın gəl, mənim kölgəmdə küləkdən qorun. Buna bax, burada artıq Lordidə desək, ego var, özünü öyür axı. Bu boş iddianın zirvəsidir əslində. Qurd kiçik bir almanın üstündədir, amma özünü dağ hesab edir. Bu reallıqdan uzaq bir təkəbbürün rəmzi kimi mənalandırır da. Lakin İlbiz sıxıldı, etibarlı qınına, dinməyib altdan baxdı heyrətlə ona. Yığılıbdı yerinə və buna heyrətlə baxır ki, görək nə olur. Heç nə demir də İlbiz. Öz evinə çəkilir, amma içində qurdun axmaqlığına heyrət edir ki, gör başına. Ağıllı insan sakit olur. Yəni burada. Hər təkəbbürlüyə cavab verməz. Bu hikmətin əlamətidir də. Yəni sən mən bu həmişə bir hədəfim var, bunu deyirəm. Uğura
hədəfə doğru getdiyin yolda sənə hürən hər itə daş atsan, heç vaxt hədəfə çatmarsan. Eynən bunun kimi. Birdən külək başladı, bir güclü əsdi çoxaldı, ağacdan yer üstünə böyük bir alma saldı. Birdən bir külək qopur və ağacdan böyük bir alma və burada isə çoxaldı və ağacdan yer üstünə böyük bir alma saldı. Əslində bu tale və ədalətin təcəssümüdür. Lovğalıq edənlər sonda cəzasını alacaqdır. Bax bunu Tanrı tərəfindən göstərilir. Alma düşdü dost doğru məğrur qurdun başına, bu qoçaq döndərdi dərhal xəmir aşına. Burada artıq bu qoçağı burada litotadır. Yəni onu əhəmiyyətsizləşdirir. Yəni onu kinayə ilə deyir ki, alma düz qurdun üstünə düşür və onu əzir. Lovğa qurd öz təkəbbürünün qurbanı oldu. Bu ədəbiyyatda nəticə etibarilə nədir? Təkəbbürün cəzası motividir də. Hava sakitləşəndə İlbi çıxdı yuvadan, gördü əzmiş səfi, təkəbbürlü pəhləvan. Hava sakitləşəndə İlbi çıxdı yuvadan, gördü əzilmişdi səfi, təkəbbürlü pəhləvan. Yəni, belə deyək də, təvazökar sağ qalır, lovğalıq məhv olur. Bu həyatın dəyişməz qanunudur. Belə deyək. İlbiz ahəstə dedi, budur şöhrətin sonu. Yersiz öyünməş qürur, məhv etdi axır onu. Yəni, İlbiz sakitcə deyir, budur sənin şöhrətinin sonu. Yersiz lovğalığın səni məhv elədi. Yəni, əsərin ibrəti elə burada açıqlanır ki, lovğalıq və özünü bəyənən insan məhvə aparır. İnanın bu İlbizə bir hikmət söyləyim mən. Öz yurduna sığınmaq, yeydir sarsaq ölümdən. Deməli, biz burada isə görürük ki, müəllif oxucuya müraciət edir ki, İlbizə inan. İnanın bu İlbizə, bax, İlbizə inan. Onun dediyinə hikmət var. İnsan öz yerini bilməli, öz yurduna sığınmalıdır, hər anına şükür eləməlidir. Və ən mühüm cəhətcə təvazökarlıq, səbr və ehtiyat insanı qoruyar. Özünü göstərməyə yersiz cəsarət, lovğalıq isə insanı neyər? Məhvə apara bilər. Yəni biz əsərdə bunları görürük və əsərdə təbii ki 2 dənə obraz var. Buradakı obrazlar məlumdur. Biri qurddur, bir də İlbizdir. Qurdun çıxışı, qurd necədir? Baxın burada da. Baxın buradakı bu qurddur. Qurd lovğadır, öyünür. Biz təkəbbür və cahillikdir. İlbizin davranışı sakit, təvazökar, ağıllı, səbirlidir. Burada hətta küləyin qayıdışı var, təbiətin ədaləti, lovğalıq cəzasız qalması, yəni küləyin vasitəsilə biz bunu görürük. Nəticədə qurd ölür, İlbiz sağ qalır, təvazökar insan ucaldır. Budur. Əsərin əsas fikri isə biz lovğalıq insanı məhvə aparır, təvazökar və öz yerini bilməyən isə xilas gətirər. Belə deyə bilərik ki, əsərdə əsas məsələlər məhz bu 2 obraz vasitəsilə göstərilir. Əsərdə hətta dialoqdan da yer verildiyini görə bilərik. Bu qədər ümid edirəm ki, sizlər üçün faydalı oldu. Sağ olun, salamat olun.